Qadir və Mütəal Allahın gözəl adı və yadı ilə salam ərz edirəm əziz tamaşaçılarımızın xidmətinə. Dünyanın Mordad ayının 28-i. Gəlmişik çayırmağın ətrafında gözəl bulaqların birinin yanına dururuq. Nə gözəllikdə. Sərin su, şarlı su gəlir Allahın bu dağından, daşların içindən. Və bu 5 məntəqədə bu gözəl suyun yanındayıq. Sərin su bu fəsildə vaqəən bu fişarcı Allah'a şakiriq. Bu suyun nə gözəl çayı olar, nə gözəl içməyi olar. Və tövsiyə edirəm ki, əziz həmkarlarımız istifadə edin bu məntəqəmizin bu gözəl və beç bulaqlarından ki, hər tərəfdə vardır. Və görürsünüz bu duruluqda, bu təmizlikdə və bu içməlilikdə bu fəsildə görürsünüz ki, yay az qalır çıxar və bu bulaq, bu daşların içində bu cür fişarı gəlir. Elhamdülillahi Rabbil aləmin.